Psixoloji olaraq sağalmaq üçün insan birincisi özündəki problemi anlamalıdır və o problemin ona bugünkü gündə hansı işdə, hansı yerdə maneə törətdiyini anlamalıdır ki, ən azı sağalmaq üçün bir peşəkar mütəxəssisə müraciət etdikdə onun getdiyi yolda almaq istədiyi bir nəticəni özü belə planlaya bilsin. Yəni təsəvvür elə ki, adam depressiyadadır, sən onu depressiyadan sağaltmağa çalışırsan, adam konkret nəticə gözləmir və sən ona nəticə verə bilmirsən, onun özünün gözləntisi olmadığına görə. Lap nəticə versən belə, onlar konkret o nəticəni görə bilmirlər. Yəni bu baxımdan da hər sağalmaq istəyirəm, yəni bir yerdə də əslində özünü aldadır. Yəni çünki insanların bir çox məqamları var ki, diqqət çəkməkdən əlavə, yəni ona aid bir video hazırlamışdım. Ən çox məqamları sehirbazlıq gözləyirlər, fokus-mokus gözləyirlər. Yəni öz məsuliyyətlərini, yəni bir sözlə, bir seansla, bir sessiya ilə tamamilə aradan qaldıracaqlarını düşünürlər. Yəni ki, bu da onların düşüncələrdə, ancaq ki, çox təəssüf ki, o cür yəni proses baş tutmur. İstənilən halda burada belə sən öz məsuliyyəti, terapevti və ümumiyyətlə ümumi danışdığın danışanla mütəxəssis və yığmış sayılırsan ki, bunun özü də tam sağlam yanaşma olmur.